Günlərdir düşünürəm, bir insanın pis vəziyyətinə necə sevinmək olar. Amma o sevinənlərə bu vəziyyətin, bu halın necə ağır və acılı olduğunu anlayan insanların verdiyi cavablar məni nə yalan deyim sevindirir. Bu vəziyyətdə olsaq belə bizim yanımızda olan, daim yazıb maraqlanan, yorumlarda gözəl arzular arzulayan hər bir izləyicimə dərin təşəkkür edirəm. Onlar hardan bilsin axı bizim bunları necə əziyyətlə aldığımızı. Onlar hardan bilsin axı anamın bu evdə nə qədər əziyyət çəkdiyini. Onlar hardan bilsin axı bu əşyalar alınsın deyə bizim ana sevgisindən məhrum böyüdüyümüzü. Onlar hardan bilsin axı? Onlar hardan bilsin axı anamın gündüz başqa, gecə başqa işdə işləyib yuxusuz qaldığını. Onlar hardan bilsin axı anam bunları etdiyi üçün mənim də erkən yaşdan anamın yerinə keçməli olduğumu. Bir sözlə siz burada su altında qalmış bir ev görürsünüz. Amma mən yuyulmuş, silinib aparılmış bir ömür. Ümid edirəm ki, bundan da gözəli inşallah ki, anama yenidən qismət olar. Hələlik.